Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə çox ləzzətli olan toyuq dolmasının hazırlama qaydasını göstərirəm. Lazım olan ərzaqlar toyuq əti 1 kiloqram, quyruq 250 qram. Əzizlərim, vaxt getməsin deyə mən toyuq ətini və quyruğu yudum, yığdım aşçına, tam suyu süzülsün. Sonra ət maşınında çəkirik. Dərin bir qab götürürük. Çəkdiyimiz toyuq ətini, quyruğu əlavə edirik. Üzərinə yuduğumuz yarım stəkan yumru düyü, sonra yuduğumuz 1 yemək qaşığı zirinc, dadlandırmaq üçün duz, sonra ədviyyatlardan zövqdən asılı olaraq sarıkök, istiot əlavə edirik. Üzərinə 2 yemək qaşığı ərinmiş kərə yağı və 2 ədəd baş soğan. Əgər balaca olsa 3 ədəd eləyə bilərsiniz. Siz xırda-xırda doğraya da bilərsiniz. Sonra göylərdən keşniş, şüyüd, nanə və 2 qanad tərxun. Çox məsləhətlidir ki, dolmaya 2 qanad, yəni çox yox, tündləşməsin dadı, tərxundan istifadə eləyəsiniz. Videoda gördünüz, mən xırda-xırda doğradım. Siz istəsəniz ət maşınında da göyləri çəkə bilərsiniz. Yəni mən öz üsulumla eləyirəm. Yarpaqların hamısını vaxt getməsin deyə saplaqlarını kəsmişəm. 10 saniyə qaynar suya salıb çıxartmışam. Nəzərinizə çatdırım ki, toyuq ətinin mən sinə hissəsindən, but dibindən istifadə elədim. But dibi çox dadlı olur. Yəni məsləhətdir ki, kotlet eləyəndə, toyuq ətindən lülə də eləyəndə sinə hissəsi ilə əlavə but dibindən və quyruqdan istifadə eləyəsiniz. Bu reseptlə sadə, yüngül, eyni zamanda dadlı bir yemək hazırlayırıq. İnanın ki, əziz xanımlar, toyuq dolmasının içində olan o ədviyyatlar və quyruq o qədər gözəl dad verib ki, həm sağlamlığımıza görə, həm gündəlik yeməklərimizi biraz da zənginləşdirmək üçün çox məsləhətlidir. Mən bilirəm ki, hər bir xanım bu yeməyi hazırlasa çox məmnun olacaq. Qazanın alt hissəsinə yarpaq düzdüm. Sonra səliqə ilə sıra-sıra pişdiyim dolmaları yerləşdirdim. Necə hazırlayıram evimdə, yəni onu paylaşım elədim. Üzərinə biraz zeytun yağı əlavə elədim. Sonra 1 dilim limon kəsib ortasına qoydum və 5-6 ədəd zirinc üzərinə səpirəm. Üstünü yenə yarpaqla örtüb qoyuruq qazın üstünə. Fikir verdiniz, qazı vamda necə ki plovu dəmə qoyuruq, ağzında örtürük. Mən heç bir sudan istifadə eləmədim. Yəni 1 qram da uzun su əlavə eləmədim. Sizin fikriniz videoda olsa, amma mən yenə öz bildiklərimi paylaşmaq istəyirəm ki, siz də eşidəsiniz. Əziz xanımlar, su eləmədim, vamda qoydum. Yəni öz buxarında pişdi. Mən o qazanı da belə aşağı eləyirəm ki, siz fikir verəsiniz ki, bax öz suyu çıxıbdı. Görürsünüz, heç bir kəfi yoxdur. Rəngi də necə qalıb. Üstünü yarpaqla örtəndə və yaxud da ki, qabaq analarımız, nənələrimiz həmişə üstünə qab qoyurdu. Onda qaralmır. Tərkibində olan ərzaqlarımıza görə düyünü də yuduq. Yəni istər-istəmə canında suyu var, soğanda var, göydə var. Sonra ətin özündə var. Quyruq da yumuşaldır. İnanın əzizlərim, dolma o qədər şirəli çıxıbdır ki, o qədər dadlıdır. Yəni çox məsləhətlidir. Qatıq götürürsünüz. 1 diş və yaxud 2 diş sarımsaq rəndədən keçiririk və üzərinə 1 çimdik duz əlavə edib qarışdırırıq. Dolmanın üzərinə gəzdiririk. Göz haqqınızı halal edin. Əgər siz mənim videomu bəyəndinizsə, like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.